Rəhman və Rəhim Allahın adı ilə. Gərək sizdən xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. İnsanlar özlərinin yaratdıqları problemləri həll etməklə məşğuldur. Deyənlər nə qədər də haqlıdırlar. Belə yersiz problemlərdən, qayğılardan biri də Qadınlar Bayramı adlanan 8 Mart günüdür. Uzun illər ərzində formalaşmış ənənəyə əsasən, bugün qadınlar kişilərdən xüsusi diqqət gözləyir, gül çiçək, hədiyyə alacağını bilirlər. Çünki 8 Mart Beynəlxalq Qadınlar Günü qadınlara qayğı və diqqət bayramı kimi qəbul edilib. Bu bayramı hər il qeyd edirik. Amma demək olar ki, heç vaxt onun mahiyyətinə varmırıq. Doğrudan da, bu nə bayramdır belə? Biz nəyi bayram edirik? Beynəlxalq Qadınlar Günü əvvəllər qadın hüquqlarının pozulmasına qarşı etiraz günü olmuşdur. Hər şey 1857-ci ildə New Yorkda toxucuların nümayişi ilə başlamışdır. Nümayişçilər maaşlarının artırılmasını, əmək şəraitinin yaxşılaşdırılmasını və onlara kişilərlə bərabər hüquqlar verilməsini tələb edirdilər. O vaxt bu hadisəni Qadınlar Günü adlandırmışdılar. 50 ildən çox keçdikdən sonra yenə də New Yorkda minlərlə qadın küçələrə axışdı. Bu, 1908-ci ilin yazında olmuşdu. 1809-cu ildə də Qadınlar Günü qadınların etiraz tətili ilə qeyd edildi. 1910-cu ildə isə sosialist və feminist qadınlar Qadınlar Gününü artıq bütün ölkə ərazisində qeyd edirdilər. Bir qədər sonra isə öz nümayəndələrini Kopenhagenə sosialist qadınların 2-ci beynəlxalq konfransına göndərdilər. Konfransda onlar Klara Setkinlə görüşdülər. Klara Setkin, Almaniya Sosial Demokrat Partiyasının qadınlar qrupunun lideri idi. Bir çoxları Qadınlar Bayramını onun adı ilə bağlayır. Belə ki, həmin gün məhz onun təklifi ilə hər il Qadınlar Gününü qeyd etmək haqqında qətnamə qəbul edilmişdi. Bəli, 8 Mart Nazənin, xanım xatın xanımların yox, inqilabçı qadının məthi günüdür. Bu, kişilərlə eyni hüquqlara malik olmağa can atan qadınların bayramı emansipasiya günüdür. Buna baxmayaraq, yəni bir çoxları bu günü kişilərlə mübarizə günü hesab etsə və bir çox ölkələrdə həmin gün feministlərin kütləvi aksiyaları keçirilsə də, 8 Mart təsis edildiyi zaman güddüyü tarixi məqsədi itirmişdi. Bəli, bu bayram sadəcə bir ənənəyə çevrilmişdi. Yəni, yenə palaza bürünüb elinə sürünürük. 8 Mart haqqında bu qədər. Qadın mövzusunu isə davam etdirəcəyik, inşallah. Yeri gəlmişkən, kifayət qədər populyar olan bir fikrə görə, Klara Setkinin məqsədi həm də sosialist qadınlar hərəkatının tarixini öz xalqının, yəhudilərin tarixi ilə bağlamaq olub. Belə ki, yəhudilərin hər il qeyd etdikləri və ən şən bayramları olan tarixi bayram, Purim bayramı, 1909-cu ildə məhz 8 Mart ərəfəsinə təsadüf etmişdi. Belə çıxır ki, yəhudilər öz bayramlarını dünya səviyyəsində qeyd edirlər. Başqa ad altında olsa da. Purim bayramı İran hökmdarı Ksereksin arvadı Esfirə həsr olunub. Onun hiylə işlədərək öz xalqını Ksereksin qəddar hökmündən, ölkədəki bütün yəhudiləri məhv etmək əmrindən xilas etməsi münasibəti ilə keçirilir. Ənənəyə sadiq qalaraq, bayram adlandırıb qeyd etdiyimiz bu günün əsl mahiyyətini anlayıb, ona başqa gözlə baxmağa dəyməzmi? Bu yolda sənə uğurlar diləyirəm. Həqiqətən bunda düşünən bir qövm üçün ibrətlər vardır.